paylaşmaya başlayandan beri en çok aldığım sual bu kadar işi necə çatdırdığımdır. Ona göre bugün size tezden güne başladığım bir günü paylaşmak istedim. Saat 4'te dururam, yerimdən qalxmağım birazcık çətin olur. Bəli, mən də yuxudan belə günəş salamlayaraq oyanmıram, çətin oyanıram. Neyse, ondan sonra başlayıram işə. İlk önce plan proqramımı qururam. Sizin də bildiyiniz kimi Ülker Hüseyni demək plan qurmaq deməkdir. İmtahanım olduğu için başlayıram imtahana hazırlaşmağa. 1 saat 40 dəqiqə imtahana hazırlaşandan sonra keçirəm səhər yeməyinə. Mola vaxtı səhər yeməyi hazırlayırıq. Demək, nə edirik? Pomidor yumurta. Dedim ki, bir tane pomidor yumurta olsaydı yerdim dedim və olmadığı için pişirirəm. Yumurtaya toxumaqdan çox tiksinirəm. Belə bir şeyim var mı? Vardı. Yapabiliyorum anne. Ne yapıyorsun dedim. Yemek de yaparım kariyerde. Neyse, ondan sonra video çekenden sonra başlıyorum hazırlaşmağa Rani eşliğinde. Çünkü Kemal ile görüşeceğiz. Yani Kemal'e duram, ben gece yatağından sonra sarışın oldum. Bunun tipine bakın. Sonra gedirik çiğ köfte yeməyə və məni bir overthink tutur. İmtahanda nə edəcəyimi fikirləşirəm, həyatı fikirləşirəm. Kemal ilə bizim çox gözəl bir özelliğimiz var. Bir araya gələndə hər şeyə gülə bilirik. Əyləncəmizi bitirmirik, gedirik 90'lara vision board düzəltməyə. Oradan da evə geri qayıtdım və başladım yenidən dərs oxumağa. Birazdan Kemal ilə mitə qoşulacağıq. Onunla davam edəcəyik dərs oxumağa. 56 sualıymış. 56 sualıymış. Qız, mən 75 bilirdim. Nə? 2 saat 15 dəqiqədə axşam oxudum və stop. Dik edirəm yatmağa. Məndən bir şey soruşursunuz. Gülkər, bu qədər tez duranda saat neçədə yatırsan? İndi də 4:30'da oyanmışdım bugün. Əslində 4'də oyanmışdım da 4:30'da yerimdən qalxdım. 10:31'di. Əslində qalsa imtahana hazırlaşmadan çoxdan yatmışdım. Çünki yuxum gəldi. 1 saatdır belə yatmışam. Yatmayacağam deyə. İzlədiyiniz üçün təşəkkürlər. Semestr imtahanı olan bir tələbənin bir günü belə idi. Görək sabah necə olacaq. Görək sabah nə stajı bilmirəm, sağ olun. İzləməyi unutmayın, hesabıma, bay bay.